İzləyicilərimiz, Podobyekt torpağı olan ərazidə 2 otaqdan ibarət belə bir evimiz satılır. Evimiz düz asfaltın kənarında yerləşir. Gördüyünüz kimi marşrut xətti buradan keçir. Marşrutlar hazırda da evimiz Akim Abbasov küçəsində su, qaz, işıq, kanalizasiya hər biri mərkəzidir. Alıb buranı rahat obyekt eləmək olar. Bu evimiz torpaq qiymətinə satılır. Göstərəcəm, 2 otaqda evi var. Burada isə düşünüblər, ev tiksinlər, sadəcə necəsə indi satmaq qərarına gəlib. Bunlar, baxın, bu gördüyünüz rigərlər falan, bunlar hamısı evin layihəsidir. Sadəcə nədənsə imkan olmayıb, nəsə tikə bilməyiblər, hal-hazırda satırlar. Bura isə həmin o evdir, 2 otaqdan ibarət olan evdir. Ev şirin evdir, güllər, çiçəklər var həyətyan sahəsində. Belə sort pişiklər də oynayır. Bura isə 2 otaqlı evimizdə, hansı ki bəhs edirəm sizə. Yəqin müvəqqəti tikilən evdir, amma şirin evdir, qəşəng evdir. Bura giriş hissəsidir. Giriş hissəsindən sağda belə bir mətbəx yerləşir. Solda bir hamam sanuzelimizdir. Bura bir otağımızdır. Sadəcə aboy vurmaq lazımdır. Prosto veş falan çoxdur. Ona görə yəqin ki evi böyütmək istəyirlər, ona görə satırlar. Allah xeyirlərini versin. Bura isə evimizin digər yataq otağıdır. Qiymət 85.000 manatdır. Torpaq, belə deyim sizə, opşi torpaq da belə ucuz düşür. Torpaq qiymətindən də aşağı satılır. Çünki bu ərazidə torpağın bir sotu 40-45.000 manatdır. Cəmi qiyməti 2 sot torpaq sahəsində, evin də torpağın da kupçası var. Cəmi qiyməti 85.000 manatdır. Real alıcılara indirim olunacaq. Suyu, qazı, işığı, kanalizasiyası hər biri mərkəzidir. Hazırda Akim Abbasov küçəsində mərkəzi yola da çox yaxın bir ərazidədir. Gəlin inşallah ev yiyəsi ilə görüşdürəyin, real alıcılara indirim olunacaq. Sağ olun, salamat qalın.